Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Yarının gözleri her an intizarda. Vətənin oğlusan, vətənin bugün darda. Ananın fəryadı duyulur oğlum arda. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Dumanlı dağları başımda durdu. Dumandan özüme bir xeymə qurdum. Dumanlı dağları başımda durdu. Dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Geçti hayalımdan öz güzel yurdum.
Zamanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan cümələ zalvətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan cümələ zalvətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Cəlbeden bu xoş mənzərə şövqümü artırdı şeirə qəzələ. Könüllər cəlbeden bu xoş mənzərə şövqümü artırdı şeirə qəzələ. Çatdıqca vətənim meylim nəzərə, təbiətdə mənə heyran göründü, heyran göründü. Çatdıqca vətənim mənim nəzərə, təbiətdə mənə heyran göründü, heyran göründü. Xəzər dənizdə eşqimlə coşdum, xülyalar içində sanki bir huşdum. Xəzər dənizdə eşqimlə coşdum, sanki bir huşdum. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastan göründü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü. Oxu qardaşım, oxu. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez say annem. Ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur. Belki
çarbadan ama. Düşman güllesine qurban gedərkən özünü sabaha ciddi şəhidlər. İlk rəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhid. Çağırır vətən istəyir kömək olur, düşməndən qorumaq gərək. Kim istəfən yer fəzlərsən ölkəmə torpaq onu zətlər cəmət. Gözün yol çəkməsin 18 mayda, ana gəlməyəcəm bu doğum günü. Evdə süfrə açıb məni gözləmə, ana gəlməyəcəm bu doğum günü. Dünyadan köçdüyüm gör neçə ildir. Mələklər zikr edir adımı indi. Bilirəm yoxluğum sənə çətindir. Ana gəlməyəcəm bu doğum günü. Hamı bir-birindən bir gün ayrılar. Əgər ağlamasan ruhun şad olar. Bu mənə dəyərli hədiyyən olar. Ana, gəlməyəcəm bu doğum günü. Üzülme annem, bir yangın ki ciğer ciğer kavrulur, bir yangın ki kardeş kardeş vurur. Belki kalbim bir bayrağa kan olur, gülümse anne. Güzel şehitlerimizin ayrıcılığı. Valla ziyaret eden diğer bizim ictimaiyyət müayinələrinin çox sağlığımızı bildiririk ki, bizim son Qarabağ döyüşümüzdə 2020'de şəhid olmuş Bülbülə sakinimiz Hüseynzadə Fərid Eldənizoğlu'nun bugün doğum günü ilə bağlı biz 6 ilə yaxın müddət keçsə də yenə də digər şəhidlərimiz kimi bugün Fəridin də ziyarətinə toplaşmışıq. Hər dəfə olduğu kimi bu dəfə də biz elə cümləmizə, hamımıza, millətimizə, xüsusilə də şəhidimizin əzizlərinə, digər şəhidlərimizin ailə üzvlərinə biz Allahdan səbir diliyirik. Böyük bir sınaqdan keçdik o vaxt 2020'də. Təbii ki, biz o müharibəni sonunu səbirsizliklə gözləyirdik ki, çox şükür Allah ki, bizə böyük bir zəfər yaşatdı. Yəni o müharibədə bilmək olmurdu, uduzmaq da olur, udmaq da olur. Məhz bu uşaqların hesabına, millətimizin birliyi hesabına, Ali Baş Komandanımızın mütəşəkkil şəkildə komandanlığı hesabına biz o qələbəni əldə elədik. Düz ondan sonra biz antiterror əməliyyatında oldu. Çünki orada separatçıların bir qismi Ocağı, Ocağın kəndində toplaşıb qalmışdı. Və heç kimin təsəvvür eləmədiyi bir vəziyyətdə biz onlardan tamam əlimizi, necə deyərlər, o Qarabağdan üzülmənin səbəbi oldu. Amma çox təəssüf ki, biz müharibənin qanunları itkisiz olmuyor. Bizim kifayət qədər şəhidlərimiz oldu, kifayət qədər qazilərimiz oldu. Bax, bugün müəyyən bir yerdə Suraxanı İcra Hakimiyyətini təmsil edən Dəniz qardaşımız, Fariz qardaşımız, hər ikisi həmən o 2020'də müharibədə döyüşən bizim zabitlər olublar. Hər ikisi qazi olublar, zədələniblər. Allah onlara da şəfa versin, digər qazilərimizə də. Çox şükürlər olsun ki, bir qismi salamat qayıtdı gəldi. İkimin sağlığına şəhidlik yazıldı. Amma biz millətin üzərimizə nə düşür? Əvvəla o 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsində vuruşan övladlarımıza biz daim minnətlər olmalıyıq. İstər şəhid olan olsun, istər qazi, istər salamat döyüşüb gələn bu millətin oğulları olur. İkincisi, biz o müharibədə əldə etdiyimizi zəfərin qədrini bilməliyik. Onun üçün o birliyimizi daim qoruyub saxlamalıyıq. Necə ki, müharibə zamanı biz bir millət olaraq döyüşdük. Və o gün Cənab Prezidentimizin bir müsahibəsini dinlədim. Həqiqətən də biz faktlara söykənəndə görürük ki, 2-ci Dünya müharibəsindən sonra heç bir müharibə bizim əldə etdiyimiz zəfər kimi sona çatmıyor. Hərçənd bir neçə müharibələr hələ də davam edir. Belə götürək Rus-Ukrayna müharibəsini bizim qonşular Gürcüstanın 2 ərazisinin zəbt olunması onun sonu nə olacaq bilinmir. Günü bugün İranda gedən faciəli halları biz görürük, qonşumuzdur. Və digər ərazilərdə Allah hamısının köməyi olsun. Biz şəxsən müharibə istəməyən millətik. Amma biz eyni zamanda bizim namusumuza, qeyriyyətimizə toxunan məsələlərə də çox ciddi yanaşmalıyıq. Və yanaşdıq da nəticəsində göstərdik qonşularımıza.
Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Biz onları unutmamalıyıq. Ən azından ona görə unutmamalıyıq ki, şəxsən mən Yeni Azərbaycan Partiyasının bir üzvü kimi, mənim sədrim eyni zamanda Ali Baş Komandan İlham Əliyevdir. Mən İlham Əliyevin bir irəli sözünə, bu uşaqların nə cür gedib sadiqcəsinə vətəni qoruyub, döyüşüb və canını, qanını tökməsinin mən şahidi olanda o uşaqlara mən qibdə edirdim ki, o uşaqların heç biri bir bəhanə yetirmədi. Heç biri. Döyüşə gedən heç bir oğlumuz nə qərarı elədi, hərçənd də ölümə yedirdilər onlar. Eyni zamanda döyüşdə də kişi kimi döyüşdülər. Bax, bugün biz rəhbər şəxslərik, şəxsən mən bütün rəhbər şəxslərə bunu deyirəm ki, sizin boynunuza nə düşür? Bacarırsın kişi kimi yedən bu millətə xidmət edin. O uşaqlardan nümunə götürün. Əgər ondan nümunə götürə bilmirsinizsə, xidmət edə bilmirsinizsə, heç bir gəlib şəhid ailəsinin yanında deməsin ki, yanında baş əyiləm. Yoxdur onun mənəvi haqqı. Mənim düşüncəm budur. Mən bu cür düşünəm və inanıram ki, belə də düşünmək lazımdır. O uşaqlar nə cür xidmət göstərdi, bizim də boynumuza qalır bu millətə onlara layiq xidməti göstərək ki, o şəhidin valideynləri deməsinlər ki, mənim oğlum hədər gördü. Bax, söhbət onu gəlir. Allah ruhlarını şad eləsin. Ailəsinə da, digər bizim şəhid ailələrinə də sizə Allahdan səbir diləyirik. Vüqar müəllimin adından da, başçımız Adil müəllimin adından da hər birimizə biz sizə başsağlığı veririk. Bugün icra hakimiyyətində qəbul vaxtıdır, özünüz bilirsiniz, bilmir. Amma fərqi yoxdur. Adil müəllimdə, Vüqar Seyidovunda istər şəhid ailələrinə, istər qazi ailələrinə münasibəti göz qapağındadır. Ümumiyyətlə, Suraxanıda Allah əziz müəllim şınavandı eləsin. 2020-ci ilin 29 sentyabrında bizim ilk şəhidimiz gəldi. Əlimov Elvin Nəsrəddin. Həmən gündən bu günə kimi biz bir şəhidimizin nə anım günündə, nə doğum günündə biz onları tək qoymamışıq. Bir yerdə gəlib ziyarət eləmişik. O övlad döyüşənə qədər ailənin övladıysa bugün hamımıza əzizdir. Mənim deyəcəyim bu qədər. Çox sağ olun ki, gəlmişik bir yerdə ailəni tək qoymamışıq, ziyarət eləmişik. Və bu ənənə bizdə davam edəcək bundan sonra da işimizdən, vaxtımızdan asılı olmayacaq. Dəniz qardaşımız buradadır, Fariz qardaşımız buradadır, digər şəhid atalarımız da iştirak edir. Kimin sözü varsa onu söyləsin. Çünki şəhidin yaşatmaq üçün bir neçə yolu var. Ən yaxşı yolu, ən yadda qalan yolu, bax o uşaqların yaddaşına, körpə yaşlarından o şəhidlər haqqında məlumatların çatdırılması, şəhidin adı, onun keçdiyi yolu, valideynləri, ziyarət olduğu yeri onların yaddaşına salmaq üçün o böyüdükcə onların beyinlərində şəhidin nə olması terini korumaq olsun. Həqiqətən sanırlar, onlar elə bir şəhid qurduya gəlmişdik. Buna yazıb ki, bir vaxt 2014'də, 4.44'də göl vaxta bakan, bir vaxt gələcək, bir elə bütün bir dost 4 ruh olacaq, onlar 4 dost 4 şəhid olmuş. Yanvardakı 2014'ün yanvarında. Bizim analardan kiminsə ürək sözü varsa, mən yenə deyirəm, hər şəhidimizin ziyarəti bir tədbirdir. Əgər kiminsə deyəcək sözü varsa, tək söhbət Fəriddən getmir. Biz Fəridin timsalında bütün şəhidlərimizi burada anırıq. Hər birinə bizə Allahdan ruhlarının şad olmasını diləyirik. Onun ailəsi ilə bərabər bütün ailələrimizə biz Allahdan səbir diləyirik. O səbir deyə bütün millətimizə diləyirik. Çünki o döyüşdə hamı döyüşür. Mən o döyüş zamanı ki, o təqaüddə olan insanın aparıb təqaüd kartını o yardım kimi ödəmək istədiyini görəndə mən qürurlanırdım ki, bizim millətimiz birləşməyi bacaran bir millətdir. Və çox şükür ki, həmən günü ağırlamamada biz birləşməyi bacarırıq. Tüm bazılarıma, qardaşlarıma, həmkarlarıma, hamısına səbir diləyirəm. Gələnlərin hamısına təşəkkür edirəm, minnətlər olun, çox sağ olun. İnanın ki, bizim üçün bundan böyle təsəlli yoxdur. Hamının dərdi var olsun, yine bir insan yoxdur, dərdi olur. Yəni, şərtlidir ki, bizim evlatlarımız şəhid olur, bizim dərdimiz var. Bizim evlatlarımız şəhid olmamışdan qabaq bizim dərdimiz var. Ama indi bizim üçün faciədir, dərt deyil. Allah heç kimi faciə göstərir. Dərd hamıda var. Siz, hər kəsənin öz dərdi var. Siz də o dərdin içində, bugünkü gündə bizim dərdimizə şərik olursunuzsa, bir daha sizə minnətdarım, təşəkkür edirəm. Çox sağ olun, var olun. Bütün vaxtlarsa görüşək.
Xeyirlər olsun. Hər kəsə öz qarasının xeyrin bəxtini olsun. Çox sağ olun. Şəhidimiz 79 nömrəli məktəbin məzunu olur. Həmin məktəbin sağ olsun. Mübarək kollektiv ziyarət eyni zamanda mənə bir sinif rəhbəri kimi. Rüstəm mənim sinif rəhbərimdən iştirak edir. O da 6 il ildən bir yerdə. İnanın, valideyn qədər mən təbədə işlərində ağraq çəkdim. Lakin mən uşaq yaşlarının üzərində şəhidəm. Mən arzulamışdım uşağın qısasına, 93 ildə şəhid olmuştum. Mən elə bilmədiyimi fərq elədim. Onun qarşısında şəhiddə şəhidəm. Valideynlərimdən qədər. Valideynlərimdən qarşısında. Çünki bir millətin qurulduğu, içərdən bir şəhid oldu. Mən yaxşı bir şey söyləmişsin. Şəhidlər bu vaxtın qurulduğu ki, hamısısını bizim borcumuz olur ki, şəhiddən sonra gələn uşaqlarına, əlvan suyunlar, şəhidləri suyunlar, şəhid və digər şəhidləri, torpaqlarımızı işlərdən azad edir. Vətənin birliğini, torpağın birliğini torpaqlarına edir. Hər bir şəhid valideynlər, hep sağ olun. Ben de seni var mı? Devlet gözlerden Bəzən yaxşı oxumağa, çılmaq məsələn, bəzən hələ də ki, ömrümdə nə iş dəstəyəm, çalışacağım ki, Mən təşəkkür edirəm sizə, məktəbin rəhbərliyinə, sevinç xanıma da bizim salamlar çatdırır. Eyni zamanda uşaqlara da mən təşəkkür edirəm ki, dərs zamanı olsa da gəlib ziyarət edirlər. Vətənini daha çox sevir, vətəninə önəm verir və müharibə zamanı baxır, gənc yaşında, biz onun yaşına baxırıq, heç 20 yaşı olmuş deyirəm. 19 tamam. 19. Eyni zamanda Şuşaya qədər bizim dağları ilə qayaları tırmaşan bizim övladlarımızdır. O da vətənpərvərlikdən iləri gəlir. Ona görə bax, mən o övladlarımıza da arzulayıram ki, təhsilinizdən, oxumağınızdan, məktəbə münasibətinizdən asılı olmayaraq vətənə münasibət bir mənalı olmalıdır. Biz Allahdan arzulayırıq ki, millətimiz bir daha ağır günlərlə rastlaşmasın. Çünki bizə kifayət qədər baha baş elədir. Həm millətimizə, həm dövlətimizə. Amma günü bugün başda prezidentimiz olmaqla hər birimiz bugün başımız diş, alnımız açıq, necə deyərlər, qürurla biz gəzirik. Amma bu qürurun arxasında bizim uşaqların fədakarlığı unudulmamalıdır. Bugün biz sülhə imza atmışıq və şükürlər olsun ki, artıq ilə yaxındır ki, bizim Cəhbə bölgəsində nəinki güllə səsi eşidilir, eyni zamanda digər tərəfdən də bizim düşüncələrlə formalaşan bir millət formalaşır. Biz onların düşüncəsini çox böyük əziyyətlə dəyişdik. Çünki o, bizim qonşumuz olsa da Qafqazı nə biz tərk eləyəsin, nə onlar. Bizim ən böyük apardığımız mübarizə birinci torpaqlarımızın azadlığı və azad olmasıydı. İkinci böyük mübarizə onların o xəstə düşüncəsinin dəyişməsi ki, siz erməni kiməsə söykənsəz də bizə qarşı işləmək iqtidarında deyilsiniz. Düz onların arxasında böyük qüvvələr qalmış. Bu fərid ki, bizim ordumuz tək erməni ilə döyüşmədi. Bütün dünya Azərbaycanların əleyhinə olan qüvvələrə qarşı döyüşlər. Ona görə biz bunu yaddan çıxartmamalıyıq. Bugün biz sağırsa, bugün biz müharibənin əziyyətini görməmişiksə bir qism. Amma biz bilməliyik ki, bunu bizə yaşadan övladlarımız var. O ailələrə biz Allahdan yenə də səbir diləyirik. Allah onların ruhunu şad eləsin. Bizim borcumuz da gələk həm ziyarət eləyək, həm onları xatırlayaq, həm onları yaşadaq. Ailəsinə də Allahdan uzun ömür artırmaq, bu da anaları görürəm. Allah böyük səbir versin. Mənim ən böyük arzum sizlərlə bir yerdə onları yaşatmaqdır. Özünüzü qoruyun, bir-birinizə təsəlli verin. Digər gələn bizim nəsillərə də istər, gənclər otursa, uşaqlar, bizim ən böyük arzumuz xoşbəxt yaşamalarıdır. Kasıb da ola bilər, varlı da ola bilər, ortada amma xoşbəxtlik, o, necə deyərlər, bizim səmamızın açıqlığı bizim üçün ən böyük varlıqdır. Bugün biz bax, o həyatı yaşayırıq. Bir daha Allahdan
Hər bir şəhidimizin ruhun şad olmasını arzulayıram. Hər bir şəhid ailəsinə, qazi ailəsinə biz Allahdan səbr edirik. Bugün bir xoşa gəlməz bir məlumatı da almışıq. İndi əksəriyyətiniz tanıyırsınız. Bizim qazi qardaşımız Qurban Əli. Onun ailəsində böyük bir bədbəxtçilik olur. Oğlu rəhmətə gedir. İndi saat 3-də dəfindir. Ona görə biz üzürlü sayın ki, biz orada da iştirak edəməliyik. O ailəyə də biz təsəlli verməliyik. 16 yaşı vardı, 16. Sadəcə olaraq ölüm, adi ölüm deyildir. Bu da deyiləsi deyil, amma o da bir acı aldı ki, biz onda yaşayırıq da. Allah o ailəyə də səbir versin. Onun bəlamızdır, yaşayırıq, bir-birimizə təsəlli veririk. Mənim deyəcəyim bu qədər. Çox sağ olun ki, gəldik bir yerdə ziyarət elədik ailəmi. Sizə də can sağlığı. Vüqar müəllimə, sizə də, siz də həmişə daima bizim yanımızda olursunuz. Daima. İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə Yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Torpağın üstündəki bircə damcı qandı şəhid. İnsanın alisidir, gör necə insandı şəhid. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Sən baxma gözlərində yaşları leysandı şəhid. Elə bir xəstələnmişik bizə loğmandı şəhid. Bizlər nə kar ey, aləmə sultandı şəhid. Bugün Fərid balamızın ad günüdür, anım gününə yığışmışıq. Deməli, Fərid balamız öz canı bizim üçün fəda edib, şəhid oldu. Mən Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini kimi İctimai Nəzarəti Qadınlar Şurasının sədri olaraq bir də Qarabağ Əlillər İctimai Birliyinin könüllü nümayəndəsi olaraq bugün bu tədbirdə iştirak elədim. Özümə borc bildim daha doğrusu. Və illərlə mən dövlətimi xaricdə təmsil eləməyimə baxmayaraq, vaxt var idi 2018-ci ildə Qarabağ otelində erməni bayrağı böyük mücadilə ilə endirdiyim zaman mən inanırdım ki, bizim torpaqlarımız qayıdacaq və bizim tökülmüş qanlarımız alınacaqdır. Və sağ olsun bu şəhid balalarımızı ki, bu qanları yerdə qoymadı. Və bizim arxamızda sağ olsun prezidentimizi ki, rəhmətli önlərimizi ki, bizə güc verdi və bizə bu potensialı verdi ki, bizdə o ruh, vətənpərvərlik ruhu lap güclü oldu. Bugün biz dövlətimiz üçün, verdiyimiz şəhidlərimiz üçün hər bir zaman bir yerdə olmağa məcburuq və bu bizim vətənpərvərlik borcumuzdur. Hər bir şəhid anasının, qazi ailəsinin yanında olmaq vəzifə borcu deyil, bizim insanlıq borcumuzdur. Azərbaycan qanununda olan bütün qadınların, körpə uşaqların, ağsaqqalın, ahılların hamımızın vətənpərvərlik borcumuzdur. Və ölənə qədər biz şəhid ailələri, qaziləri heç vaxt unutmayacaq. Bu bizim qan yaddaşımızdır. Mən də bu günlərin Fərid balamızın cənnətdəki ad gününü təbrik eləməyə gəlmişəm. Allah onun məkanını cənnət eləsin, yerin behişt eləsin, anasına, atasına Allah can sağlığı versin. Günlərim özümə bir borc bildim, insanlıq borcu. Şəhidimiz Fəridin ad gününü təbrik eləməyə gəldim. Mövludu mübarək olsun. Allah Taala onun atasına, anasına səbir versin. Mən özüm də şəhid evladıyam. Beynəlxalq Diaspora Mərkəzinin sədri müşaviriyəm.
İctimai Nəzarətdə Türk Dünyası Turan Birliyində sədrəm. Veteranlar İctimai Birliyinin üzvüyəm. Fikirlər çoxdur, sanamağa heç mən elə gəlir ki, düzüm görürəm də, görmürəm də. İmtihası bizim hər birimizin vətəndaşlıq borcumuzdur ki, ta 88-dən indiyənə kimi bütün şəhidlərimizin adını anmaq özümüzə bir insanlıq borcu bilirik. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamlarını uca eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. 88-dən 96-cı ilə qədər olan şəhidlərimiz 80% torpaqlarımızı aldılar. 44 günlükdə olan bizim əziz, dəyərli 44 günlüyün gözəl nur üzlü balalarımız da vətənimizi azad elədilər. 20% torpaqlarımız çünki işğalda qalmışdı. O işğalda olan torpaqlarımızı da bizim nur üzlü evlatlarımız azad elədilər. Hansılar ki 90'ların qisasını alan bizim bu vətənpərvər evlatlarımız oldu. Yenə də atasına, anasına can sağlığı arzulayıram. Allah Teala bunlara səbir versin. Mövludun mübarək olsun, əziz balamız. Təşəkkür edirəm, minnətlərəm. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Çün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Onu şərbət eləyəndir belə dərmanlı şəhid. Ki bəlkə göz yaşımız yolunda ehsanlı şəhid. Oxunan fatihələr dünyaya üsyanlı şəhid. Həmin ol torpaq indi üstünə yorğanlı şəhid. Canlı şəhid, yaşayan canlı şəhid. Torpağın üstündəki bir qadam tıqanlı şəhid. Elə bir rütbədir ki hər bir kəsə nəsib olmaz. İnsanın ailəsinin görünür insanlı şəhid. Bu musiqi 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Fərid Hüseynzadəyə ərmağan edilir. Sən Qarabağ savaşında düşmənləri məhv eylədin. Torpaqları almaq üçün canını sən qurban eylədin. Torpaqları almaq üçün canını sən qurban eylədin. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid. Ruhuna baş əyirik biz, cəsur Fərid, igid Fərid. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid. Ruhuna baş əyirik biz, cəsur Fərid, igid Fərid. Anan sensiz qala bilmir, dözənməyir yoxluğuna. Bir il keçdi, sən gəlmədin,
həsrət qalıb gül qoxuna. Bir il keçdi, sən gəlmədin, həsrət qalıb gül qoxuna. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid, mənim şəhid balam. Cənnətdə dəyişməyəm. Cənnətdə mübarək olsun. Allah məkanını cənnət eyləsin, məqamını uca eyləsin. Səni sənsiz keçiririk bu günləri, ad gününü. Ad günü mübarək olsun. Qurban eylədim torpaqların aman üçün. Canım sən qurban eylədim. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Uyansın. Adını söyleriz mənə. Anam sensiz qala bilmir, düzənməyir yoxluğuna. Bir il keçdi, sən gəlmədin, həsrət qalıb gül qoxuna. Bir il keçdi, sən gəlmədin, həsrət qalıb gül qoxuna. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Qürurumuz, ant yerimiz, tarixlərdə qalan igid, ruhuna baş əyirik biz. Cəsur Fərid, igid Fərid. Bunu da alar. Məni səndən aldı, torpaq ayrı saldı. Ayağına üzülmə, başın sağ olsun. Gələrəm rüyana, yetər ki sən istə. Gəlməz arım üstə, ruhum şad
alkışlar. Şehit oldu oğlun, göremedin toyun. Sil gözün yaşındaki vətən sağ olsun.